Salam, hörmətli abituriyentlər. İkinci blok 10-cu siniflər üçün sınavın nəticələri. Birinci sual. Sasani və Ərəb xilafəti dövründə Azərbaycanda olan şərti torpaq sahibliyi. A variantı Xostaq və İqta. Xostaq Sasanilərin dövründə, İqta isə Ərəblərin dövründə şərti torpaq sahibliyi idi. B variantı Xostaq Sasanilərin dövründə şərti torpaq, Dastaki isə Sasanilərin dövründə mülki torpaq sahibliyi idi. Belə ki, həmin torpaq irsən keçə bilərdi. C variantı Dastaki Sasanilərin dövründə şəxsi irsən keçən torpaqlar idi. Mülk isə Ərəblərin dövründə irsi keçən torpaqlar idi. Xüms vergi idi. Ərəblərin dövründə ziyamət torpaq sahibliyi idi, lakin Ərəb dövrünə aid deyildir. Cagirlik torpaq sahibliyidir və bu da Ərəb dövrünə aid deyildir. Cizyə isə vergidir. Düzgün cavabımız burada Xostaq və İqta olacaq. A variantı. İkinci sualımız düzgün olan bəndi müəyyən eləyək. A variantı Cavanşir türk mənşəli Sabir tayfalarından olmuşdur. Bəli, Cavanşir türk mənşəli Sabir tayfalarından olmuşdur. Və burada biz bu doğru cavab olaraq A-nı götürə bilərik. Üçüncü sual. Albaniya 6-cı əsrin ikinci yarısı tarixi üçün uyğun idi. Burada bizim cavabımız olacaq Sasanilərin şimal canişinliyinin tərkibində olması. Düzgün cavabımız B variantıdır. Eradan əvvəl 2-ci minillikdə baş vermiş hadisələr. Eradan əvvəl 2-ci minillikdə dünyada baş verən hadisələr sırasına biz Dorilərin Yunanistana hücumunu, Arilərin Hindistana hücumunu və Misirin paytaxtının Fivaya köçürülməsini götürməliyik. Burada cavabımız olacaq 2, 3 və 5. Cavabımız da D variantıdır. 5-ci sualımıza baxırıq. Ərazisində həm daş, həm də tunç dövrünə aid düşərgələr rast gəlinir və xəritədə həmin uyğun rəqəmləri qeyd edək. Burada bizim cavablarımız 1 və 4-dür. Belə ki, 1 bizim Qazax bölgəmizdir. Qazaxda daş dövrünə aid daş salaqlı damcılı, tunç dövrünə aid isə Baba Dərviş düşərgəmiz var. Naxçıvan burada 4-dür. Naxçıvanda daş dövrünə aid qazma, tunç dövrünə aid isə 1-ci Kültəpə, Maxta kimi düşərgələrimiz var. 2-ci Kültəpə də orta tunç dövrünə düşən bizim düşərgələrimizdir. Düzgün cavabımız 1 və 4-dür. 1 və 4 cavabımız D variantıdır. 6-cı suala baxaq. 6-cı sualda uyğunluğu müəyyən eləyək. Azərbaycan 8-ci əsr və Azərbaycan 9-cu əsr tarixinə diqqət yetirik. 8-ci əsrdə əhalinin ərəblər tərəfindən siyahıya alınmasıdır. 725-ci ildədir. Cərmidan döyüşü 643-cü ildədir. Bələncər döyüşü 643-cü ildədir. 2-yə baxırıq. 9-cu əsr. Azərbaycanın ilk feodal dövlətlər yaranması 861-ci, Şirvanşahlar dövləti 9-cu əsrə təsadüf eləyir. Xürrəmlərin məğlubiyyəti 837-ci təsadüf edir, bu da 9-cu əsrdir. Dastakilər torpaq sahibi mövcudluğu isə 3-cü, 7-ci əsrdə təsadüf edir. Burada cavabımız 1-ə A, 2-yə isə A, B-dir. Və burada bizim cavabımız D variantıdır. Ərəb xilafəti dövründə olan torpaq mülkiyyət formalarına hansı düzgün göstərilib? 7-ci sualda isə bizim testimizin cavabı olacaq A. Mülk feodallara hərbi xidmət müqabilində verilən torpaq idi. Xeyr, mülk şəxsi torpaqlar idi, irsən keçirdi. İqta hərbi xidmətə görə verilən torpaqlar idi, köçəri maldarlıq məşğulları məxsus torpaqlar deyildi. Vəqf dini idarələrə məxsus torpaqlar idi. Bəli, ərəblərin dövründə vəqf dini idarələrə məxsus torpaqlar hesab olunurdu. Dastakir Sasanilərin dövründə feodalların irsi torpağı idi. İncu isə Monqolların dövründə xəlifə və onun ailəsinə məxsus olan torpaqlara deyilirdi. Düzgün cavabımız burada C variantı. 8-ci sualımıza baxaq. İslam dinini rəsmi dövlət dini elan edən Qaraxanlı hökmdarı bildiyimiz qədər Satıq Buğra xandır. Satıq Buğra xan İslam dinini Qaraxanlı dövlətində ilk dəfə qəbul edən və dövlət dini elan edən hökmdardır. Burada cavabımız C variantı. 9-cu suala baxırıq. Albaniya eradan əvvəl 1-ci əsr, eramızın 2-ci əsri və bizim eramızın 3-cü əsrlə bağlı hadisələrə diqqət yetirək. İskəndər imperiyasının müharibə aparılması Alban dövlətinin dövrünə aid deyildir. Belə ki, İskəndər 4-cü əsrdə Azərbaycan torpaqlarında olmuşdur. Həmin dövrdə Albaniyada Azərbaycan dövlətləri olmayıb. Demək ki, bir variantı doğru deyil. Qanıq döyüşü eradan əvvəl 65-ci ildə olmuşdur. Hansı ki, Pompey burada hərbi hilədən istifadə etmişdir. Eradan əvvəl 1-ci əsrdə təsadüf eləmişdir. Roman döyüş bayraqlarını ələ keçirən Albaniya yox, Atropatiyanadır. Eradan əvvəl 1-ci əsrə aiddir, amma Albaniya tarixi bağlı deyildir. 4-cü sualımızın cavabı, 4-cü sualda Roma imperatoru Adrian ilə dostluq münasibətlərin qurulması, bəli, bu eramızın 2-ci əsrində düşən hadisədir.
Sasani tərəfindən Astara salınması da bizim eramızın 3-cü əsrinin 262-ci ilə aiddir və bunu da sübut edir. Nəqş rüstəmdəki daş kitabədir, yazılı kitabədir. Amid döyüşü 359-cu ilə aiddir. Bu da 4-cü əsr hadisəsidir və biz bunu götürə bilmərik. Düzgün cavabımız olacaq 2, 4 və 5. 2 və 4, 5 cavabımız C variantıdır. Tiberi Qraks. Tiberi Qraks kimdir? Tiberi Qraks Romada tribundur, plebeylərin mənafeyini müdafiə edən şəxsdir və onun müdafiəçisidir. Tiberi Qraks kəndlərlə bağlı, yəni həmin dövrdə plebeylərlə bağlı qərar qəbul etmişdir. Onların xeyrinə olan bir qərar idi və bu əlbəttə ki, yuxarıda patrisilərin xeyrinə olan bir qərar deyildi. Ona görə də Tiberi Qraksı Romada padşah olması cəhətdən günahlandırdılar və onu öldürdülər. Cavabımız A variantıdır. 11-ci sualımıza baxaq. 11-ci sualda biz Axund dövləti ilə Uyğur dövlətinin fərqli və oxşar tərəflərinə diqqət yetirməliyik. Hindistanın bir hissəsinin işğal edilməsi Axund dövlətinə aid olan xüsusiyyətdir. Paytaxtının Sakala şəhəri olması, yəni Axund dövlətinə aiddir. Burada 1, 2 götürürük. Paytaxtın Ordu olması Uyğur dövlətinə aiddir. Türk dövləti olması hər ikisinə aiddir. 3-ə ortaq cavabımızdır. Yəni 4 və axırıncı 5-ci üsyan nəticəsini sübut edilənsə bizim Uyğurlar dövlətimizdir. Belə ki, Uyğur dövləti məhz Qırğız üsyanları nəticəsində sübut etmişdir. Düzgün cavabımız E variantıdır. Atropatena və qədim Yunanıstanın tarixi üçün oxşar cəhət deyil, Makedon İskəndərin hücumuna məruz qalması biz hər zaman deyirik ki, Atropatena dövləti İskəndər imperiyasının parçalanması nəticəsində yaranmışdır. İskəndər imperiyası dağıldıqdan sonra yaranmışdır. Eləməz A variantını ilkin olaraq götürmək məcburiyyətindəyik. Çünki artıq biz burada Atropatena dövlətindən danışırıq. Qullar dövləti olması, hər ikisi qullar dövlətdir. Romanın yürüyüşünə məruz qalması, hər ikisi Romanın yürüyüşünə məruz qalmışdır. Tikintidə kirəmitdən istifadə edilməsi hər ikisinə aiddir. Çox tanrıçılıq dini hər ikisinə aid olandır. Amma A variantı ikisi ortaq cavab deyildir. Deyilsin cavabı A-dır. 13-cü sualımıza baxaq. Bərdə faciəsi baş verəndə Bərdə hansı dövlətin tərkibində idi? Bərdə faciəsi 944-cü ilə başlayır. 944-cü ildə Azərbaycanda mövcud olan dövlət Salarilər dövləti idi. 941-981-ci illərdə bu dövlət mövcud olmuş və Azərbaycanın vahid dövlət halında birləşdirən dövlətlər sırasına daxil edilmişdir. Və Bərdə həmin dövrdə Slavyanlar tərəfindən işğala məruz qalmış və hətta Bərdədə məşhur Ərköykiyə bazarı yandırılmışdır və bununla da Bərdə vaxta qədər ticarət və sənətkarlıq mərkəzi olmasına baxmayaraq bu hadisədən sonra ticarət və sənətkarlıq mərkəzində olmamışdır. Mahmud Qəznəli və Mihraqul xanı birləşdirən cəhətlər. Mahmud Qəznəli və Mihraqul xan türk hökmdarları olmuşdular. Hindistanın bir hissəsini işğal etmişlər, güclü ordu yaratmış və dövləti ən yüksək zirvəsinə çatdırmışlar. Burada cavabımız olacaq 1, 3, 4. 1, 3, 4 cavabımız C variantıdır. Xəzərlər ərəblər tərəfindən hansı döyüşdə məğlub edilmişdir? Burada bizim cavabımız Hilaf döyüşüdür, B variantı. Azərbaycan Respublikasında hal-hazırda Qafqaz dili tayfaların nəsilləri olan xınılıqlar harada yaşayırlar? Bu bizim Qubamızda, Quba bölgəmizdədir. Aşağıda göstərilən hansı dövlətə aid xüsusiyyətlərdir? 2009 ailəsi Azərbaycanda məskunlaşmışdı. İlk paytaxtı Ərdəbil şəhəri idi. Dövrün əsasını qoyan şəxs əvvəllər Təbriz, Marağa və Əhər hakimi idi. Bu bizim Rəvvadilər dövlətinə aid olan xüsusiyyətdir. Cavabımız A variantı. Düzgün səbəb-nəticə əlaqəsini müəyyən eləyək. 359-cu il Amid döyüşü Sasani Alban qoşunlarının qalib gəlməsi. Burada cavabımız A variantıdır. Belə ki, Roma və Sasani toqquşmuş və bu zaman Sasani qələbə qazanmış. Cavabımız A variantı olacaq. 19-cu suala baxaq. 9-cu 11-ci əsr Azərbaycan memarlıq abidələrini müəyyən eləyək. Burada bizim Əlincə qalamız, Sündü məscidimiz və Xudafərin körpüsüdür. Əlincə qalası Naxçıvanda, Sündü məscidi Şamaxıda, Xudafərin körpüsü isə bizim Cəbrayıl bölgəmizdə yerləşir. Və bu hər üç abidə sırf 9-11-ci əsrlərin memarlıq abidələri sırasına daxil edilmişdir. Cavabımız olacaq D variantı. 20-ci sual Lahor, Ötügən, Kaşqar. Lahor Qəznəlilərin, Ötügən, Göytürklərin, Kaşqar isə Qaraxanlı dövlətinin paytaxtı olmuşdur. Cavabımız burada A variantıdır. 21-ci suala baxaq. Tiflis müsəlman əmrini idarə edən sülalə. Tiflis müsəlman əmrini idarə edən sülalələr Cəfərilər, Şeybanilər və Şüeybilərdir. Bizim testimizdə cavabımız Şüeybilər A variantındadır və bunun testimizin cavabı A'dır. Kəsralilər sülaləsi bizim Şirvanşahlar dövlətində ikinci mühüm sülalə olmuşdur. Arşakilər bizim həm Aryovasdan sonra Atropatenada hakimiyyətə ələ alan Arşakilər və eləcə də Albaniya dövlətində ikinci böyük sülalə hesab olunan Aranlardan sonra hakimiyyətə gedən Arşakilər sülaləsi idi. Aranlar Albaniyanın yaradan sülalə idi.
Məzədilərsə Şirvanşahlar dövlətini yaradan sülalədir. Düzgün cavabımız A variantı. 5-ci əsrin ikinci yarısı 6-cı əsrdə Albaniyanın paytaxtını xəritə göstərək. Burada bizim cavabımız 1-dir. Çünki 1 bizim Bərdəmizdir və bilirik ki, Bərdə 5-ci əsrin ikinci yarısından Albaniyanın paytaxtı olmuşdur. İlk paytaxtı isə Qəbələdir. Qəbələ isə burada testimizdə 4 göstərilir. 4 Qəbələ, 1 isə Bərdə. Testimizin cavabı B variantı. Xürrəmlərin əsas istehkamını xəritədə göstərək. Burada bizim cavabımız bilirik ki, Ərdəbildir. Ərdəbil bizim Araz çayına cənubdakı ərazilərimizdir və burada bizim ərazimiz 5-dir. Belə ki, 2 Marağadır, 5 isə Ərdəbil ərazisidir. Cavabımız 5 olacaq. Xronoloji arıcılığa diqqət yetirək. Burada bizim Həştadsay döyüşü haqqında məlumatımız var. Amit döyüşü, Bəz döyüşü, Hilat döyüşü və Qapqamera döyüşü. Bir tarixlərdən diqqət yetirək. İkinci Həştadsay döyüşü 836-cı ildə baş vermişdir. Burada ərəblərlə Xürrəmlər savaşmışdır. Xürrəmlər qələbə qazanmışdır. Amit döyüşü 359-cu ildə Roma Sasani qüvvələri arasında baş vermişdir. Sasanilər qələbə qazanmışdır. Bəz döyüşü 837-ci ildə ərəblərlə Xürrəmlər arasında baş vermişdir və Xürrəmlər məğlub olmuşdur. Hilat döyüşü 8-ci əsrdə ərəblərlə Xəzərlər arasında baş vermişdir və Xəzərlər bu döyüşdə məğlub olmuşdur. Qavqamada döyüşü eradan 331-ci ildə İskəndər imperiyası ilə Əhəmənilər arasında baş vermiş və Əhəmənilər məğlub olmuş və bu məğlubiyyət Əhəməni dövlətinin süqutuna aparıb çıxartmışdır. Cavablarımız 5, cavabımız 2, 5, 2, 4, 1 və 3. Düzgün cavablarımız belə olacaq. 5, 2, 4, 1 və 3. Çinə qarşı mübarizə aparmamış türk dövlətlərini baxsa, biz burada Göytürkləri və Uyğur dövlətini Çinə qarşı savaşdığını deyə bilərik. Amma bir Qaraxanlı dövləti, Xəzər Xaqanı və Avropa dövlətini Çinə qarşı savaşmadığını mütləq şəkildə görürük. Düzgün cavabımız 1, 4 və 5 olacaq. 26-cı suala baxaq. 9-cu əsr hadisələrini bizdən istəyir. Qaraxanlı dövlətinin yaranması 840-cı il, Şirvanşahlar dövlətinin yaranması 861, Sacilər dövlətinin yaranması isə 898-ci ildədir. Gəlin digər 3 variantı tapaq. Bərdə faciəsi 944-dür, bu 10-cu əsrdir. 2-ci Həmədan döyüşü 836-dır və bu 9-cu əsr düşən hadisədir. Uyğur dövlətinin süqutu 842-dir, 9-cu əsr hadisəsidir. Dəndənəkən döyüşü 1040-cı ildədir, 11-ci əsr hadisəsidir. Baybəkin Xürrəmlərə rəhbərlik etməsi 816-cı ildən başlamışdır, bu da 9-cu əsrdir. Demək, düzgün cavabımız 2, 3 və 5-dir. 27-ci sualımıza baxaq. Burada Alban hökümdarı Urnayr və Roma hökümdarı Konstantinlə danışılır və onların oxşar cəhətləri və fərqli cəhətlərinə baxacaq. 4-cü əsr yaşaması həm Urnayr, həm Konstantin 4-cü əsrdə yaşamışdır. Hristiyanlığı rəsmi dövlət dini elan edən həm Urnayr, həm də Konstantin olmuşdur. Paytaxt dəyişikliyi edən Konstantin idi Romada. Sasani ilə müttəfiq olan Urnayr olmuşdur. Yeni əlifba yaradan heç biri yeni əlifba yaratmamışdır. Ona görə düzgün cavabımız 1-ə aiddir D variantı, 2-ə aiddir C variantı, 3-ə isə A və B variantlara aiddir. 28-ci və 30-cu suallara baxırıq. 28-ci və 30-cu sualları mətnə diqqət edirik. Bu ölkədə təsərrüfat inkişaf edirdi. Su dəyirmanları çox yavaşlı çotan, yeni biçin alətləri ixtira olundu. Qullarlıq texnikanın inkişafını ləngidirdi. Qulların öz əməklərinə marağı az idi. Öz əməklərinin nəticəsinə maraqlı olsunlar deyə bəzi qullarlar öz torpaqlarını kiçik sahələrə bölərək qullara və azad kəndlilərə icarəyə verirlər. Torpaq alan qullara daxmalı qul, azad kəndlilərə isə kolonlar deyilirdi. Bu hadisə 3-cü əsrlər dönəmində olmuşdu və həmin dövrdə Roma imperatoru Adrian qulların öldürülməsini qadağan etmişdi. Mətnə əsasən torpaq alan qullar və azadkənlər haqqı necə adlanırdı? Həmin dövrdə daxmalı qul və kolon, mətndə neçənci əsrdən və hansı dövlətdən danışılırdı? Bizim eramızın 2-ci və 3-cü əsrindən danışılırdı və mətnə əsasən qulların öldürülməsini qadağan edən şəxs isə 2-ci əsrdə məhz Adrian olmuşdu.